Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Bu ilin yanvar-mart ayları üzrə Azərbaycanda pensiya ödənişləri ilə bağlı açıqlanan son rəqəmlər sosial təminat sahəsində mühüm dəyişikliklərin baş verdiyini göstərir. Rəsmi məlumatlara əsasən cari ilin ilk 3 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11%, yəni 187 milyon manat daha çox vəsait yönəldilib. Ümumilikdə isə bu dövrdə pensiyaların maliyyələşdirilməsi üçün 1 milyard 955 milyon manat vəsait ayrılıb. Bu artım ölkədə sosial rifahın gücləndirilməsi istiqamətində atılan addımların davam etdiyini göstərir. Məlumata görə 2026-cı ilin əvvəlindən etibarən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb. Bu indeksləşmə nəticəsində orta aylıq pensiyanın məbləği 9 manata çatıb. Xüsusilə yaşa görə pensiya alan vətəndaşlar üçün bu göstərici daha yüksəkdir və orta aylıq yaşa görə pensiya 632 manat təşkil edir. Bu rəqəmlər onu göstərir ki, dövlət tərəfindən pensiyaçıların gəlirlərinin artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər görülür. Eyni zamanda pensiya təyinatı sahəsində də mühüm yeniliklər davam edir. Yanvar-mart ayları ərzində 11 min nəfərə pensiya təyinatı həyata keçirilib. Daha diqqət çəkən məqam isə bu prosesin böyük hissəsinin elektron sistem üzərindən, yəni proaktiv qaydada həyata keçirilməsidir. 2019-cu ilin əvvəlindən tətbiq edilən elektron pensiya təyinatı sistemi bu günə qədər ümumilikdə 190 min vətəndaşı əhatə edib. Bu isə o deməkdir ki, artıq vətəndaşlar əlavə sənəd toplamağa və ya müxtəlif qurumlara müraciət etməyə ehtiyac duymadan pensiya hüquqlarını daha rahat şəkildə əldə edə bilirlər. Elektron sistemin tətbiqi həm şəffaflığın artırılmasına, həm də insan faktorunun minimuma endirilməsinə xidmət edir. Elektron sistemin tətbiqi həm şəffaflığın artırılmasına, həm də insan faktorunun minimuma endirilməsinə xidmət edir. Bu da öz növbəsində sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnuniyyətinin artmasına səbəb olur. Rəqəmsallaşma istiqamətində atılan bu addımlar müasir idarəetmə modelinin vacib elementlərindən biri kimi qiymətləndirilir. Ümumilikdə təqdim olunan statistik göstəricilər Azərbaycanın sosial müdafiə sisteminin inkişaf etdiyini və pensiya təminatının daha dayanıqlı hala gətirildiyini göstərir. Pensiyaların artırılması, elektron xidmətlərin genişləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsi gələcəkdə bu sahədə daha böyük irəliləyişlərin olacağından xəbər verir. Bu tendensiya onu deməyə əsas verir ki, qarşıdakı dövrlərdə də sosial sahədə yeni islahatlar davam etdiriləcək, pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əlavə addımlar atılacaq. Beləliklə, dövlətin əsas prioritetlərindən biri olan sosial rifahın yaxşılaşdırılması istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.